Təyin olmuş hədəflər yüksək dəqiqliklə məhv olunurdu. Bizim əlimizdə kifayət qədər kəşfiyyat məlumatları var idi. Sərsəng istiqamətində mən 20-25 kilometr düşmənin nəzarət etdiyi xəttdən içəri daxil olaraq döyüş tapşırığını yerinə yetirmişdim. Həmişə ətrafında uçduğumuz, amma üzərindən uça bilmədiyimiz ərazilərə daxil olurduq. Sürünmüş təyyarəsinin hündürlüyü, icazə verilən uçuş hündürlüyü 7000 metrə qədər məhdudlanıb. Amma biz buna baxmayaraq 8000, 9000, 10000 metr hündürlüklərdə döyüş tapşırıqlarını icra etdik. Düşmən bu fikrə gəlmişdi ki, onlara zərbə endirən Su-25 təyyarələri deyil, Türkiyəyə məxsus F-16 təyyarələri və s. Hər bir An-2 təyyarəsi müəyyən bir hədəfi məhv etməyə doğru gedirdi. An-2 təyyarələrinə partladıcı qurğular yerləşdirilmişdi. ...1991-ci il 31 dekabr tarixində Bakı şəhərində anadan olmuşam. Hərbiçi ailəsində doğulduğum üçün hərbiçi olmaq həvəsi bu səbəbdən olmuşdur. Məndən öncə qardaşım, hansı ki məndən 2 yaş böyüdür, o sənədlərini, o vaxt Cəmşid Naxçıvanski adına hərbi liseyə sənədlərini verdi. Məndəki o içimdə olan həvəs 2 qat artdı. Mən də eyni qaydada 2006-cı ildə sənədlərimi Cəmşid Naxçıvanski adına hərbi liseyə verdim. Qardaşım aprel döyüşlərində, 2016-cı ildə aprel döyüşlərində iştirak edib. Hal-hazırda polkovnik leytenant rütbəsindədir, Qasımlı Ramil. Uşaq yaşlarımda xatırlayıram, fiziki olaraq biraz zəif kimi görsənirdim. Mən öz istəyimi bildirdikdə biraz atam da təbii ki, bu hərbinin çətinliyini bilirdi. Mənim fikrimdən daşınmağa biraz cəhd elədilər. Amma mən fikrimdə qətiyyətli qaldım, bildirdim ki, mən bunu bacaracağam. 2009-cu ildən 2013-cü ilə qədər Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbində təyyarəçilik ixtisası üzrə təhsil almışam və uçuş mühəndisliyi üzrə həmin məktəbdə məzun olmuşam. 2013-cü ildən etibarən uçuşlarıma başlamışam, peşəkar uçuşlarıma başlamışam. Bir neçə il El-39 təyyarəsində təlim uçuşlarını bitirdikdən sonra 2016-cı ildən Su-25 təyyarələrində uçuşlara başladım. Ali Hərbi Məktəbi, Təyyarəçilik Məktəbini bitirməklə iş bitmir. Hər bir təyyarəçi daima öz üzərində çalışmalıdır. Çox saylı beynəlxalq təlimlərə, kurslara cəlb olur. Amerika Birləşmiş Ştatlarında kurslarda iştirak etmişəm. Türkiyə Respublikasında təbii ki, çox saylı kurslarda iştirak etmişik. Qazaxıstan Respublikasında xatırlayıram, Birləşdik 2024 təlimlərində gördüyünüz Su-25 təyyarələri ilə iştirak etmişik. Amerika Birləşmiş Ştatlarında mən kursda olarkən mən bunun fərqinə vardım ki, Amerika Hava Qüvvələrinin generalları ilə mənim müəyyən diskussiyalarımız olurdu. Onda mən gördüm ki, bizim müharibəni, bizim vətən müharibəsini istifadə etdiyimiz taktikanı incələyiblər, agahdılar. Qalib ölkənin qalib zabiti kimi onların qarşısına çıxmaq çox böyük qürur verici bir hiss idi. Uçuşun özü çox qısa görsənsə də, uçuşa prosedur və uçuş sonraki prosedur toplam çox uzun bir prosedurdur. Tapşırığın ağırlığından asılıdır təbii ki bunlar. Ailəliyəm, 2 övladım var, 2 oğlum var, 12 yaş və 9 yaş. Onların da mənə olan dəstəyi çox böyükdür. Təbii ki, bunları idarə etmək çətindir, həm həyat yoldaşım üçün, uşaqlar üçün. Uşaqlarım o vaxtı körpə idilər, bəzi şeyləri bəlkə də anlamırdılar. Amma həyat yoldaşım mənə dəstək idi. Atam şəxsən mənə zəng elədi müharibənin gedişatının ilk günündə. Dedi, arxanda durmuşam, narahat olma, gözün arxada qalmasın. Ancaq irəli. Onun o sözü mənə vəs elədi ki, gözüm arxada qalmadı. Xüsusilə kiçik oğlum hərbi pilot olmaq istəyir. Mən onu tam dəstəkləyirəm.
Bildiyiniz kimi 2016-cı ildə uzun sürən atəşkəsdən sonra düşmən təxribata əl atdı. Lələtəpə istiqamətində müəyyən təxribata əl atdı və Azərbaycan ordusu olaraq hərbi hava qüvvələrinin aviasiya vasitələri də bu əməliyyatlarda iştirak etdi. Müəyyən tapşırıqları icra etdik. Yerüstü qoşun növlərinə öz aviasiya dəstəyimizi hərbi hava qüvvələri olaraq göstərdik və bu qısa müddətli əməliyyatlar zamanı düşməni daha yaxından tanıdıq. Xüsusilə hava hücumundan müdafiə vasitələrinin yerləşməsini, döyüş qabiliyyətlərini daha yaxından tanıdıq və 2020-ci ildə iyul aylarında bildiyiniz kimi Tovuz istiqamətində düşmən növbəti təxribata əl atdı və bu qısa müddətli əməliyyatlar zamanı da hərbi hava qüvvələrimiz xüsusi tapşırıqlar icra etdi. İstər kəşfiyyat uçuşları, istər yerüstü hədəflərin məhv olunması uçuşlarını icra etdi. Və bildiyiniz kimi həmin əməliyyatlar zamanı generalımız şəhid oldu. Milli qəhrəmanımız general-mayor Polad Həşimov şəhid oldu. Və bu bizdə çox böyük qəzəb yaratdı. Təbii ki, arzu olunmaz bir hadisə idi. Azərbaycan xalqının nümayəndəsi kimi işğal altında olan torpaqlarımızı bir an öncə qısa bir zaman ərzində işğaldan azad etmək istəyi, tələbini yaratdı. Cənab Ali Baş Komandanımız da bizə bu şəraiti yaratdı və həmin gözlədiyimiz şərəfli, qürurlu gün gəldi çatdı. Müzəffər Cənab Ali Baş Komandan əks hücum əmrini verdikdən sonra aviasiya vasitələrimiz tez bir zamanda döyüşə hazır vəziyyətə gətirildi. Hərbi hava qüvvələrinin döyüş uçuşları başladı. Bu günə çoxlu hazırlıq icra etmişdik. Real döyüş atışlı uçuşlarımız olmuşdu. Amma təbii ki, bu uçuş digər uçuşlardan, digər təlim uçuşlarından fərqlənirdi. Həmişə ətrafında uçduğumuz, amma üzərindən uça bilmədiyimiz ərazilərə daxil olurdu. Kənardan gördüyümüz, həsrətlə baxdığımız Qarabağ ərazisinə daxil olmaq qürur verici və unudulmaz günlərdən biri idi. İlk döyüş uçuşum oldu Kəlbəcər istiqamətində. Mən və döyüş yoldaşlarımla bir yerdə qalxış icra edərək düşmənə məxsus bölməyə sarsıdıcı aviasiya zərbəsi endirildi. Ümumilikdə Kəlbəcər, Suqovuşan, Xocavənd, Füzuli, Cəbrayıl istiqamətlərində döyüş əməliyyatlarında iştirak etmişəm. Düşmənə məxsus bütün növ informasiya bizə əvvəlcədən bəlli idi. Bizim əlimizdə kifayət qədər kəşfiyyat məlumatları var idi. Su-25-in standart taktikasını istifadə etməklə biz qoşun növlərinə effektiv aviasiya dəstəyi göstərə bilməyəcəkdik. Bu Su-25 təyyarəsinin kabinası, gördüyünüz kabinası germetik olmaması səbəbindən Su-25 təyyarəsinin hündürlüyü, icazə verilən uçuş hündürlüyü 7000 metrə qədər məhdudlanır. Amma biz buna baxmayaraq 8000, 9000, 10000 metr hündürlüklərdə döyüş tapşırıqlarını icra etdik. Düşmən təbii ki, şokdaydı. Bizim bu taktikadan istifadə edəcəyimizi gözləmirdi. Təbii ki, onların hava hücumu müdafiə vasitələri bizim bu uçuşlara hazır deyildi. Bu hündürlüklərdə bizə atış yerinə yetirmək, bizi məhv etmək, aviasiya vasitələrini məhv etmək iqtidarına malik deyildi. 7000 metrdən yuxarı hündürlüklərdə uçuşlar zamanı təyyarəçinin səhhətində bir çox problemlər baş verə bilər, xüsusilə də qulaqlarında. Təzyiq fərqi həddən artıq çox olur, sıradan bir insan orqanizmi buna dözməyə bilər. Düşmən bu fikrə gəlmişdi ki, onlara zərbə endirən Su-25 təyyarələri deyil, Türkiyəyə məxsus F-16 təyyarələri və s. Belə bir fikirlər səsləndirilmişdi düşmən mediasında. Amma onlar öz radarlarında onlara zərbə endirilən təyyarənin uçuş hündürlüyünün 8000, 9000 və bəzən 10000 metr hündürlükdə olduğunu görürdü. Və təbii ki, bu hündürlükdə onlar düşünmürdü ki, bu təyyarələr Su-25 təyyarəsi ola bilər. Bu
Su-25 təyyarəsi Vətən müharibəsi zamanı yeganə pilotlu uçuş aparatıdır ki, 10 kilometrlərlə cəbhə xəttindən içəri keçərək biz döyüş tapşırığını icra edirdik. Xatırlayıram, bir dəfə müharibənin son günlərinə doğru gedirdik. Sərsəng istiqamətində mən kifayət qədər hardasa 20-25 kilometr düşmənin nəzarət etdiyi xəttdən içəri daxil olaraq döyüş tapşırığını yerinə yetirmişdim. Bir neçə taktikalardan istifadə edərək fəaliyyət göstərmişdik. Bunlardan biri Hərbi Hava Qüvvələrinin və Dövlət Sərhəd Xidmətinə məxsus An-2 təyyarələrinin iştirakı ilə müəyyən aldadıcı manevrlər yerinə yetirilirdi. Düşmənin hava müdafiə qoşunları onların real döyüş təyyarəsi olduğunu sanırdı və onları hava müdafiə vasitələri ilə məhv etməyə çalışırdı. Və təbii ki, bunu anladıqdan sonra onlar bu təyyarələrə raketlərini, hava müdafiənin zenit raket komplekslərinin raketlərini istifadə etməyəcəkdi. Ona görə də bizim rəhbərlik bunun öncədən nəzərə almışdı və An-2 təyyarələrinə bildiyiniz kimi partladıcı qurğular yerləşdirilmişdi və düşmən məcbur idi öz zenit raket komplekslərinin sursatını istifadə eləsin. Çünki o An-2 təyyarələri vurulmasaydı, hər bir An-2 təyyarəsi müəyyən bir hədəfi məhv etməyə doğru gedirdi. Və bu metodlarla düşmən zenit raket komplekslərinin həddindən artıq raketinin məsrəfinə gətirdi, çıxardı. Bu təyyarənin istifadəsi bu Vətən müharibəsində bu metodla, bu taktiki üsulla istifadəsi düşünürəm ki, aviasiya hərb tarixində ilk idi və bütün dünya şahidi olmuşdum ki, Vətən müharibəsindən gedişatında və sonra da bizim bu metodu araşdırırdılar. Hərbi Hava Qüvvələrinin növbəti tapşırığı Vətən müharibəsi ərzində silahlanmamızda olan radioelektron mübarizə vasitələrindən istifadə edərək düşmənin hava müdafiə vasitələrinin radarlarını çaşdırmaq, susturmaqdan ibarət olmuşdur. Düşmənin hava müdafiə vasitələrinin radarlarında yalançı hədəflər peyda olurdu və bəzən onların radarları susturulurdu. Və bununla da təbii ki, hava üstünün əldə olunmasında çox böyük effektiv vasitə olmuşdur. Vətən müharibəsinin ilk günü 27 sentyabr tarixində silahlanmamızda olan Bayraktar TB2 pilotsuz uçuş aparatı və digər vasitələr ilə onların 60%-nə yaxın hissəsi məhv olunmuşdur. Əlimizdə olan aviasiya məhv etmə vasitələri o qədər dəqiq idi ki, biz bir hədəfə birdən çox istənilən sayda qədər zərbə endirə bilərdik. Şəxsən mən Xocavənd istiqamətində düşmənə məxsus yeraltı komanda məntəqəsi var idi. Onu biz lazer başlıqlı bombalarla məhv etdik və birinci zərbədən sonra sağ qalmış düşmənə məxsus şəxsi heyətin o yeraltı komanda məntəqəsinin əlləri vasitəsilə qazmaqları müşahidə olundu. Çünki yerin altında qalan şəxsi heyəti böyük ehtimal ki, xilas eləmək istəyirdilər. Və eyni hədəfə, eyni koordinata ikinci lazer başlıqlı bombanı tətbiq etməklə elə həmin düşmənə məxsus canlı qüvvəni məhv etməklə tapşırıq 100% həcmində yerinə yetirildi. Təyin olmuş hədəflər yüksək dəqiqliklə məhv olunurdu. Hansı çətinlik varsa və tələb olunan hədəf aviasiya tərəfindən mütləq ki, məhv olunmalıdır. Bu hədəf məhv olunmasa, istər xüsusi təyinatlılar, istər quru qoşunları o tapşırığı icra edə bilməyəcəklər. Mütləq ki, o hədəf məhv olunmalıdır. Yalnız o halda biz gedib tapşırığı icra edirik və yerüstü bütün növ qoşunlara şərait yaradırdı. Onlar iflic vəziyyətə gətirilmişdi. Onlar bizə qarşı heç bir fəaliyyət göstərə bilmirdi. Hava üstünlüyü Qarabağ bölgəsində tamamilə bizim əlimizdə idi. Vətən müharibəsinin gedişatında bildiyiniz kimi təəssüflər olsun ki, şəhidlərimiz oldu. Polkovnik Zaur Nudrəliyev, polkovnik leytenant Ramiz Qasımov qəhrəmancasına şəhid oldu. Zaur Nudrəliyev mənim Su-25 təyyarəsində əsas təlimatçılarımdan biri olmuşdu. Su-25 təyyarəsində necə uçmaq lazımdır, necə effektiv uçmaq lazımdır, necə döyüş tapşırıqlarını düzgün yerinə yetirmək lazımdır. O şəxs mənə öyrədib. Və Zaur Nudrəliyevin və Ramiz Qasımovun şəhid olması bizi kədərləndirdi təbii ki. Amma eyni anda intiqam hissi bizdə daha da artdı. Sonuncu uçuşumu xatırlayıram, Qırmızı Basar yaşayış məntəqəsi istiqamətində gecə saatları idi. Döyüş uçuşunu icra elədim, uğurlu
aviasiya zərbəsi endirdikdən sonra geriyə aerodroma enişi icra etdim. Təyyarədən enərkən tamam ayrı bir atmosferlə qarşılaşdım. Nə baş verdiyini soruşduqda hər kəs sevinc içində idi təbii ki. Və bildirdilər ki, artıq mediada bəlli olub, müharibə bitmək üzrədir. Vətən müharibəsində göstərdiyim fəaliyyətə görə Cənab Ali Başkomandan tərəfindən ölkəmizin ən ali adı olan Vətən müharibəsi qəhrəmanı adı ilə təltif olundu. Bu xəbəri mən yolda avtomobil idarə edərkən aldım. Təbii ki, bu gözlənilməz oldu mənim üçün. Bu xəbəri ilk olaraq valideynlərimlə paylaşdım, ailə üzvlərimlə paylaşdım. Həmin günlər də mənim üçün ən unudulmaz günlərdən biridir. Suqovuşanın, Xocavəndin, Füzulinin, Cəbrayılın azad olunma medalları ilə təltif olunmuşam. Silahlı birləşmələrin davamlı yerinə yetirdiyi təxribatlar nəticəsində Azərbaycan ordusu antiterror əməliyyatlarına cəlb olundu. Və bu bir günlük döyüş əməliyyatları, antiterror əməliyyatları zamanı bizə qoyulan tapşırıq biraz fərqli idi. Tələb ondan ibarət idi ki, orada eyni anda mülki əhalinin yaşadığını da nəzərə alınaraq tətbiq olunan silahlar maksimum dəqiqliklə icra olunmalıydı. Biz də bu tapşırığa uyğun olaraq sərrast, dəqiq, düzgün silahlardan istifadə edərək, tətbiq edərək təyin olunmuş hədəflərə, legitim hərbi hədəflərə aviasiya zərbələri endirdik. Və bu zərbələrin nəticəsində düşmən nəhayət ki, ağ bayraq qaldırdı. Bizim vətəni qoruma missiyamız bitməyib, 7-24 vətənin müdafiəsindəyik, vətənin keşiyindəyik. Və ordu sıralarına, xüsusilə də hərbi hava qüvvələrinə qoşulmaq istəyən gənclərə bildirmək istəyirəm ki, intizamlı olsunlar, təhsillərinə fikir versinlər, əzmkar olsunlar, fədakar olsunlar, öz sağlıqlarına fikir versinlər və vətəni sevsinlər. Belə işlər.